Salam, bugün sizlərlə çoxədinin vuruqlara ayrılmasının 3-cü bölməsini keçəcəyik. Yəni, düsturların yerinə qiymət qoymağı. Baxaq elə birinci suala. A kvadrat çıx B kvadrat düsturu nə idi? Bir dəfə çıxıram, bir dəfə toplayıram. Bilin, birinci düstur budur, müxtəsər vurma düsturudur. Ona görə bir dəfə 112-dən, 1012-dən. Bir dəfə 1012-dən çıxıram 4-ü, bir dəfə 1012 ilə 4-ü toplayıram. Bölürəm 508-ə. 1012-dən 4-ü çıxanda 1008 qalır. 1012-nin üstünə 4 gələndə 1016 eləyir. 1016. Bölək 508-ə. 1016-nı 508-ə böləndə 2 eləyir. 1008-i 2-yə vuranda eləyir 2016. 2016 hansı variantdır? Y variantı. 1-ə getdi Y. İkinci sual. İkinci sualın da uşaqlar yuxarısı eyni düsturdur. Bir dəfə çıxıram, bir dəfə toplayıram. Baxın görün ikinci suala. 0.3-dən bir dəfə 1.3-ü çıxıram. Bir dəfə 0.3-dən 1.3-ü toplayıram. Məxrəcə baxın görüm, elə sol tərəfdə yazıram. A kvadrat çıx 2AB üstəgəl B kvadrat. Nəyin düsturudur? A çıx B-nin kvadrat düsturudur. Yəni 0.3 çıxılsın 1.3-ün kvadrat düsturudur. Uşaqlar, bunlar eynidir də. Biri gedir, 2 dənədən biri qalır. Qalır 0.3 üstəgəl 1.3. Bölünsün 0.3 çıx 1.3. 1.3 ilə 0.3-ü toplayanda 1.6 eləyir. 0.3-dən 1.3-ü çıxanda -1 eləyir. O da eləyir -1,6. Yəni D variantı. Dördüncü sual. Biz bilirik ki, belə vuruqlar görəndə ortaq vuruq çıxarmalıyıq. X1-lərdən kiçiyi, həmişə də kiçiyi ortaq çıxaram. X1-lərdən kiçiyi x1 üstü 3-dür. X2-lərdən kiçiyi x2 üstü 3-dür. Baxın görüm, x2-dən 3-ünü çıxartdım. X1-dən də 3-ünü çıxartdım, biri qaldı. 4-dən daxil biri qaldı. Burada da x1-i çıxartdım, x2-dən biri qaldı. Bu hasilin kubu deməkdir uşaqlar. Ayrı-ayrı kuba qaldırıb vurmaqdansa, elə vurun, sonra kuba qaldırın. Aha, x1 vur x2-ni verib 4, bunu verib 4. 4-ün kubu. Fərqi də verib 3. 4 vur 4 vur 4 eləyir 64, vur 3. Eləyir 192. Görün, anladınız mı? Sonra baxın 6-cı suala. İndi A kub üstəgəl B kubun düsturunu gəlin yadımıza salaq. Nə demişdik uşaqlar? Demişdik, bunun 2 dənə düsturu var. Gəlin birincisini deyim. 2 dənə mötərizə. Kub görəndə ümumiyyətlə 2 dənə mötərizə ağlınıza gəlsin. Biri balaca mötərizə, biri böyük mötərizə. Balaca mötərizə ilə özü olur. Böyük mötərizə bunun çıx versiyasının kvadratı olur. Bildinizmi? İndi yazıram, baxın. Kub görürəmsə, baxın 6-ya. Birinci balaca mötərizə açıram, sonra böyük mötərizə açıram. Birinci heç orada yazılanlara köçürəm. 12,5 ilə 1,2-nin cəmi. Burada da kvadratı. 12,5-in kvadratı çıx 12,5 vur 1,2. Üstə gəl 1,2-nin kvadratı. Bölünsün 13,7. Çıxılsın 12,5-in kvadratı, çıxılsın 1,2-nin kvadratı. Bir dəqiqə, 13,7-ni 13,7-yə böləndə ixtisar getdi. Qaldı bu ifadə, köçürəm. Çıx, ardını köçürəm uşaqlar, çıx. Gözlə görünür, baxın. Eyni şeyin kvadratından eyni şeyin kvadratını çıxanda 0 eləyir. 1,2-nin kvadratından 1,2-nin kvadratını çıxanda da 0 eləyir. Qalır bu. -1,2
Vergüldən sonra bir ədəd görəndə onda deməkdir. Onda 125 vurulsun. Vergüldən sonra bir ədəd görəndə onda deməkdir. Onda 12 mənfi 10-u 10-a vururam 100. 125-i 12-yə vuranda 12-ni 4 vur 3 yazıram. 125-i 4-ə vuranda eləyir 500. 500-ü 3-ə vuranda eləyir 1500. Sıfırlar gedir, qalır mənfi 15. Diqqətli olun. Baxaq 11-ci suala. Bu daha sadədir. Deyir, vuruqlara ayrılmışdı. Vuruq deyirsə vurun da. Bir-birinə vuraq 11-i. X üstə gəl 3-ü. Gəlin vuraq 2x çıx 5-ə. Birincini birinciyə vururam, eləyir 2x-in kvadratı. Birincini ikinciyə vururam, eləyir mənfi 5x. Sonra 3-ü 2x-a vururam, eləyir 6x. 3-ü mənfi 5-ə vururam, eləyir mənfi 15. Və yəni də uşaqlar standart şəklə gətirəm. Birinci böyük dərəcəni yazıram. Mənfi 5x-in üstünə 6x gələndə müsbət 1x eləyir. Aha, amma bizə nə verib? Oxuyun. Bizə çox ədilini bu şəkildə verib. Gəlin yazım altından. İstəyirsiniz qara ilə yazım ki, fərqlənsin. 2x-in kvadratı üstə gəl ax, üstə gəl b. Görünür də uşaqlar. Burada x-in əmsalı 1-dir, burada a-dır. Deməli, a neçədir? 1-dir. Diqqətli olun. X-in əmsalı yuxarıda 1-dir, aşağıda a-dır. Deməli, a 1-dir. Burada sərbəstədir b-dir, burada mənfi 15-dir. Deməli, b neçədir? Mənfi 15-dir. Bizə də a ilə b-nin hasilini istəyir. 1-i mənfi 15-ə vuranda eləyir neçə? Mənfi 15. 13 qəbul sualıdır. Sizə öyrətmişdim. Cüt dərəcə görəndə kvadrat. Axı üst-üstə dərəcələr vurulur. Yəni 2 şəklində yazmalıyam. Bunu yazacağım. Əlimə baxın. 3 üstü 8-in üstündə 2. Çünki 8-i 2-yə vuranda 16 eləyir. Onsuz 1 də yanındakının dərəcəsini alır. Burada kvadrat görürsünüzsə, burada kvadrat yazaq getsin. Sonra deyirik ki, uşaqlar bölünsün. 820 vurulsun. 9-u da 3-ə çevirim də, çünki yuxarıda 3-dür. 9 3-ün kvadratıdır. Üstündə də 4 yazılıb deyə mən də 4 yazdım. Uşaqlar, bax 9 3-ün kvadratıdır, üstündə 4 yazılıb yazdım. Üstə gəl 1, üstə gəl 3. Uşaqlar, nəyisə kvadratından nəyisə kvadratını çıxanda bir dəfə çıxıram, bir dəfə toplayıram. Bir dəfə yazıram 3 üstü 8 çıx 1, bir dəfə də yazıram 3 üstü 8 üstə gəl 1. Məxrəci də 820 vurulsun. 3 üstü 8, 2-ni 4-ə vurun uşaqlar. Üst-üstə dərəcələr vurulur. Üstə gəl 1. Bunlar ixtisar gedir. Qalır 3 üstü 8 çıx 1. Yenə cüt dərəcə görəndə nə edirəm? 2 şəklində yazıram. Yəni 4 üstündə 2. 1 də onsuz yanındakının dərəcəsini alır. Bura 2 deyə, burada 2 alır. Bölünsün 820, üstə gəl 3. Yenə uşaqlar, nəyisə kvadratından, nəyisə kvadratını çıxanda bir dəfə çıxıram, bir dəfə toplayıram. 3 üstü 4-dən bir dəfə 1-i çıxıram. Bir dəfə də 3 üstü 4-dən 1-i toplayıram. Bölünsün 820, üstə gəl 3. Hə, 3-ü 4 dəfə artıq bir-birinə vura biləcəm. Baxın, qara ilə burada vuram. 3 vur, 3 vur, 3 vur, 3. 4 dəfə vuranda 9 vur, 9 neçə eləyir? 81. 81-dən 1-i çıxanda eləyir 80. 81-in üstünə 1 gələndə eləyir 82. Böl 820, üstə gəl 3. Burada 82 uşaqlar 10-a vuranda, istəyirsiniz belə yazım da. Burada 10 qalır. 80-i də 10-a böləndə 8, 11. İfadəmizin cavabı neçəymiş? 11. Sonra baxaq. Maraqlı suallardır. 18. Nədir ki, uşaqlar kub düsturunu görürsünüzsə? Hə, indi əlimə baxın, görün. Kubun normalda ən vacib düsturu 18 izah edirəm. Yuxarı qaldırın, baxın. Ümumiyyətlə, kub görəndə dedim ki, 2 dənə mötərizə açırsınız. Biri balaca, biri böyük. Düzdür? Bura özünü yazırsınız. Burada fərqinin kvadratını yazırsınız. Bu düsturdur. Amma cəm və hasil veriləndə köməkçi düsturdan istifadə edirəm. Gəlin, baxım, görün. Uşaqlar, ayrı-ayrı kublar bilirsiniz nəyə bərabərdir? Ümumi kubdan çıxıram 3AB,
Axı kvadratda 2 AB-ni çıxıram. Kubda da 3 AB-ni çıxıram və bunun özünü təzədən yazıram bura. Həqiqətən bir də əlimə baxın, məğzi tutun. Cəm və hasil veriləndə bu düsturu yazıram. Burada baxın, cəm və hasil verilibsə, avtomatik kubun köməkçi düsturunu, yəni bu düsturunu yazıram. İndi qoyaq da yerinə. A kub üstə gəl B kubu bizə verib 50. A üstə gəl B-ni bizə verib 5. Bunun yerinə 5 qoyuram. A vur B-ni onsuz bizdən istəyir. Yenə A üstə gəl B-ni misalda verib ki 5-dir. 50 bərabərdir. 5-in kubu 125. Vurmadırsa uşaqlar vurmalıyıq. 3 vur 5, 15 AB. 125-dən neçə çıxanda 50 qalır? 75 uşaqlar. 75-i 15-ə böləndə eləyir 5. A vur B-ni tapdım 5. Bizdən dedi A vur B-ni istəyir 5. Diqqətli olun. Baxaq 19-a. Yəni A üstü 6-lar düşəndə nə edəcəksiniz? Baxın 26 da bu tipdir, 27 də bu tipdir. Ümumiyyətlə imtahanda 6 görsəz, elə yaxşı deyil, burada var idi. Tam 18-dən əlaqəli dözdür. İndi 19-u baş salıram. Diqqətlə baxın görün. Uşaqlar, ümumiyyətlə burada A üstü 6, B üstü 6-nın düsturunu bilməlisiniz. Onsuz da kub düsturunu bilməlisiniz. Kub düsturunda indicə yazmışdım. Ayrı-ayrı kub nədir? Ümumi kubdan 3AB-ni çıxıram və bunu təzədən yazıram bura. Bildinizmi? Düstur budur. A üstü 6, B üstü 6-da görəndə sadəcə bu gördüklərimin uşaqlar üstünə kvadratlar yazacağım. Bütün AB-lərin üstünə kvadrat yazıram, heç nə. Bu qədər. Anladınız mı? İndi qoyacağım yerinə. Bu misalda A üstü 6, B üstü 6 var. Gəl hələ indi o hissəsini həll edək. Bərabərdir. A kvadrat üstə gəl B kvadrat neçə verib? 2. Bunların yerinə 2 yazıram. 2-nin kubu çıxılsın 3 dənə A kvadrat B kvadrat vur. A kvadrat üstə gəl B kvadratı neçə verib? 2. Qoyuram 2. Şöyle indi ardını götürürəm. 2. Biz burada ox qoyaq ki, bilin ki, bu misaldır. A üstü 6, B üstü 6-nı açdım. İndi deyir, üstə gəl 6 dənə A kvadrat, B kvadrat. Baxaq. Şöyle 3-ü 2-yə vuranda 6 eləmir. Mənfi 6A kvadrat, B kvadratla müsbət 6B A kvadrat, B kvadrat ixtisar gedir. Əks ədədlərin cəmi 0-dır. 2-nin kubu neçə qalır? 8. Anladınız mı? Gəlin istəyirsiniz bir dənə də çıxına baxaq, sizə aydın olsun. Məsələn, 27-yə baxaq. Yenə uşaqlar A üstü 6, B üstü 6 görürəm. Gəlin daha sərgəli yazaq bu dəfə. A üstü 6, B üstü 6-nı ayıraq, ardını da köçürək ki, çaşmayasınız. Deməyəsiniz ki, bu hardan gəldi. Hə, bunun düsturunu da dedim. Uşaqlar, birinci kubun düsturunu yuxarı, gəlin sol tərəfdə yazım ki, biləsiniz ki, necə oldu. A kub çıx B kubun düsturunu bilməlisiniz. Bu da nə idi? Ümumi kubdan çıxsa bura üstə gəl yazıram. 3AB, A çıx B. Mən də demişəm ki, uşaqlar, A üstü 6-larda sadəcə bunların hamısının, bütün AB-lərin üstünə nə yazıram? 2. Bütün AB-lərin üstünə 2 yazacağım. Getdik yazaq. A kvadrat çıx B kvadratının kubu üstə gəl 3A kvadratı B kvadratı. A kvadrat çıx B kvadrat, ardını köçürəm. Çıx 9A kvadrat B kvadrat, çıx 1. A kvadrat çıx B kvadrat 3 verib də. Bütün A kvadrat çıx B kvadratdan yerinə 3 yazıram. Yazıram 3-ün kubu üstə gəl 3A kvadratı B kvadratı vur 3. Çıx 9A kvadrat B kvadrat, çıx 1. 3-ün kubu 27. 9 dənə A kvadrat B kvadratdan 9 dənə A kvadrat B kvadratı çıxanda ixtisar gedir. 27-dən də biri çıxanda cavab neçə qalır? 26. Diqqətli olun. Maraqlı suallar idi. Qayıdaq 20-dən izah edeyim. Uşaqlar 19-da qalmışdıq da. 20. A ilə B-ni izah eləsək tutarsınız. Gəlin 20-nin birincisini deyim. Yəni az. Yox, elə birincini yəni. Birincisindən ikincisini deyəcəm.
2007-nin kvadratı. Biz də bilirik ki, uşaqlar, kvadrat düsturu var da. Ayrı-ayrı hasil düsturumuz yoxdur axı bizim, amma kvadrat düsturumuz var. Deməli, hər şeyi 2007-yə gətirməliyəm. Yəni, söhbət birinci ədəddən gedir. 2007-ni elə yazıram, 2007-nin kvadratı. Bəs 2006-nı nə yazaram? 2007 çıx 1. Axı, hər şeyi 2007-yə gətirməliyəm. 2008-i nə yazaram? 2007 üstə gəl 1. Siz də bilirsiniz ki, köçürün. Çıxılsın. A çıx B-ni A üstə gəl B-yə vuranda A kvadrat çıx B kvadrat eləyir. Yəni 2007-nin kvadratı çıx 1-in kvadratı. Uşaqlar, eyni şeyin kvadratından eyni şeyin kvadratını çıxanda ixtisar getdi. Mənfi, mənfi, müsbət 1-in kvadratı. O da müsbət 1. Kök altında 1-dən də həmişə 1 çıxır. Birincinin cavabı 1-dir və ən kiçik natural ədəddir. 1-ə getdi B ilə D. İndi ikincini həll edək. Burada nəyə gətirəcəm? Birinci ədədimiz nədirsə? Yəni, hər bir şeyi 2008-ə gətirəcəm. 20-nin ikincisini izah edirəm. Elə 2008 qalsın burada. Bunu yazacam 2008 çıx 5. Bunu yazacam 2008 üstə gəl 5. Baxın görüm. Nədənsə nəyisə çıxıram, bir dəfə də toplayıramsa nədir? A kvadrat çıx B kvadrat düsturu. Yəni 2008-in kvadratından 5-in kvadratını çıxıram. Siz birbaşa 25-də yaza bilərsiniz, belə də yaza bilərsiniz. Eynilər ixtisar gedir. Qalır mənfi. Mənfi, mənfi nə edir? Müsbət. 5-in kvadratı da 25-dir. Kök altda 25-dən nə çıxır? Müsbət 5. Müsbət 5 görün haradadır? A variantında. 2-yə də getdi A variantı. Anladınız mı? Rahatdır. Bu tərzdə yazasınız. Burada da uşaqlar 2009 çıx 6, 2009 üstə gəl 6. Ona görə cavab olur 6 C variantı. Belə. Baxırıq 24-cü suala. Bayaqdan deyirik də. Qırmızı ilə göstərim. Nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda nə edirəm? Bir dəfə çıxıram, bir dəfə toplayıram. Ona görə x üstə gəl A-dan, bir dəfə çıxıram y-i 3-ü, bir dəfə də toplayıram y-lə 3-ü. Anladınız mı? Bərabəri də özü verib ki, bərabərdir. X üstə gəl, y üstə gəl 7 və ya x çıx y üstə gəl B. Gəlin baxaq. Uşaqlar, bərabər işarəsini görürəmsə, bərabərin sol tərəfində, bu solda izah edirəm, baxın görün. Burada nədirsə, burada da eyni bir şey olmalıdır da, hə? Burada x çıx y-dir, burada da x çıx y-dir. Burada x çıx y-in yanında b-dir, müsbət b-dir. Burada amma nədir? A çıx 3-dür. Yazıram. A çıx 3 bərabərdir müsbət b-yə. İndi burada x üstə gəl y-dir, burada da x üstə gəl y-dir. Burada x üstə gəl y-in yanında A üstə gəl 3-dür. Buradan da x üstə gəl y-in yanında neçədir? 7-dir. Anladınız mı? Burada A üstə gəl 3-dür, burada 7-dir. Heç nə, buradan tapırıq ki, A neçədir? Nəyin üstü üçgəndə 7 edir? 4-ün. A-nı tapdım 4-dür. Gətirib burada yerinə qoyuram. Uşaqlar, ikincisi həll olunur da, nəyin üstü üçgəndə 7 edir? 4. 4 çıx 3 bərabərdir B. B-ni neçə tapıram? 1. Deməli, A-nı tapdım 4, B-ni tapdım 1, gətirib yerinə qoyuram. A-nın yerinə 4, B-nin yerinə 1. 2 vur 4, çıx 1. 8-dən də 1-i çıxanda cavab neçə eləyir? 7. Bildiniz mi? Yəni, misalda x çıx y harada görürsünüz, onu axtarırsınız. Burada yanında B-dir, burada yanında A çıx 3-dür. X üstə gəl y-in burada yanında A üstə gəl 3-dür. Burada 7-dir. A üstə gəl 3 7-dirsə A 4-dür. Gətirib A-nın yerinə 4 qoyuram, B olur 1. Bizdən də B ilə A-nı yerinə qoymağını istəyir. Sonuncu sual 28-ə də baxaq. Çox hədli verib, vuruqlarından birini verib o birisini istəyir. Gəlin baxaq. Tutaq ki, desə 8 bərabərdir 4 vur x. Bu x vuruğunu necə tapıram? 8-i 4-ə bölərək. Düzdür. İndi burada da bu çox hədlini necə tapıram? Çox hədlini vuruğun birinə bölərək. Gəlin yazım. Çox hədlini vuruğun birinə bölüb o birisini tapıram. Gəlin bölək. Diqqətli olun görün.
Çox ədlini çox ədliyə böləndə birincini birinciyə bölürəm. X-in kubunu x-a böləndə x-in kvadratı eləyir. Geri vururam. X-in kvadratını x-a vuranda x-in kubu, x-in kvadratını -3-ə vuranda -3x-in kvadratı. Çıxanda, eyni şeydən eyni şey çıxanda 0, çıx nə eləyir? Üstə gəl. Eləyir 5x üstə gəl 3x-in kvadratı. Yuxarıda yazıram uşaqlar, baxın. Mən də sizə demişəm ki, çox ədlin yazanda birinci dərəcəsi böyük gəlir, sonra kiçik gəlir. Yəni birinci 3x-in kvadratı, sonra 5x gəlir. İndi yenə bölürəm. Birincini bölürəm birinciyə. 3x-in kvadratını x-a böləndə 3x eləyir. Geri vururam. 3x-i x-a vuranda 3x-in kvadratı. 3x-i -3-ə vuranda -9x. Çıxıram. Eyni şeydən eyni şey çıxanda 0. Mənfi nə eləyir? Müsbət. Eləyir 14x. 5x-in üstünə 9x gəldi, 14x. Bunu aşağı sürüşdürürəm, çıx 42. Yenə uşaqlar nə edirəm? Birincini birinciyə bölürəm. 14x-i x-a böləndə 14. Geri vururam. 14x çıx 42. Aha. Aldım ki, x kvadrat üstə gəl 3x üstə gəl 14. Ümumiyyətlə 0-ı alana qədər həmişə bölmə və s. davam edir. Yəni qalıq qalmayana qədər davam edirəm. Aşağıda yazıram. Çox ədlini uşaqlar tapdım ki, x-in kvadratı, budur da bu, tapdığım budur. Bunu ora köçürürəm. Köçürürəm ki, x-in kvadratı üstə gəl 3x üstə gəl 14. Amma bizə deyir ki, P3-ü tapın. P3. Yəni x-in yerinə nə qoyun? 3 qoyun. X-in yerinə 3 qoyun hesablayın da. 9 üstə gəl 9 üstə gəl 14. 18-in üstünə 14 gəlir neçə eləyir? 32. Cavabımız oldu 32. Belə, diqqətli olsaq, xırda yazsaz alınacaq. Ümumiyyətlə, müxtəsər vurma düsturlarını bir dəfə göstərin. Bu müxtəsər vurma düsturlarını bilməlisiniz. Bilsəz alınacaq. Bunlar 9-cu. Bir dənə bu müxtəsər vurma düsturlarını bilsəz, bütün suallar alınacaq. Uğurlar, sağ olun.